TikTok mövzusuna toxunacağıq. Çünki son zamanlar TikTok qalmaqalları demək olar ki, gündəmin əsas mövzularından birinə çevrilir və bu məsələ ilə bağlı o qədər suallar var ki, məsələn, TikTokda qeyri-etik ifadə və hərəkətlər əlbəttə ki, qanun pozuntusudur. Bu hallarda inzibati cəza necədir? Gəlin sujeti izləyək, daha sonra elə günün sualı ilə bağlı nəticələri də təqdim edərik sizə. TikTokda bir neçə saniyəlik video ilə minlərlə, bəzən milyonlarla baxış toplamaq mümkündür. Məzmun yaradıcılarının sözlərinə görə əsas məsələ insan psixologiyasını anlamaqdır. Algoritm isə baxılan və reaksiya alan videonu önə çıxarır. Bu isə o deməkdir ki, tamaşaçı baxdıqca, paylaşdıqca və reaksiya verdikcə həmin məzmun daha geniş auditoriyaya yayılır. Bəs məsuliyyət harda başlayır? Son dəyişikliklərlə sosial şəbəkələrdə milli mənəvi dəyərlərə zidd paylaşımlarla bağlı müəyyən hüquqi normalar qəbul edilib. İnformasiyalaşdırma və informasiya mühafizəsinə dair qanunvericilikdə həyata keçirilən dəyişikliklə sosial mediada, internet, informasiya resurslarında, telekommunikasiya şəbəkələrində əxlaqa zidd davranışlar, ictimai əxlaqın, ictimai mənəviyyatın qorunması istiqamətində müəyyən normalar qəbul edildi. Əlbəttə, bu normaların işlək olub-olmaması başqa sualdır, amma ilk növbədə hər hansı bir normanın işlək olması üçün həmin normanın özünün qəbul edilməsi vacibdir ki, hesab edirik ki, Azərbaycan Respublikasının qanunvericiliyində hazırda atılan həmin addımlar, qəbul edilən yeni normalar mövcud münasibətlərin tənzimi istiqamətində kifayət qədər uğurlu mənbə rolunu oynaya bilər. Beləliklə, TikTokda fenomenləşmə təkcə algoritmin işi deyil. Burada həm məzmun yaradıcısının seçimi, həm tamaşaçının reaksiyası, həm də hüquqi mexanizmlər rol oynayır. Sual isə açıq qalır. Diqqət naminə sərhədlər aşılmalıdırmı? Yoxsa seçim elə izləyicinin öz əlindədir?